İçi də pambıq kimi. Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə çox dadlı, ləzzətli milli şirniyyatımız olan qoğal şirniyyatını hazırlayacağım. Bunun için mən ərzaqları önceden sizlərə göstəreyim. Deməli, stəkan yarım süd istifadə edəcəm, isti süd. 1 stəkan ilik su, yəni isti su. 1 xörək qaşığı şəkər tozu. 1 çay kaşığı duz, 3 yumurta sarısı, 200 gram yağ ve 200 gram xamadan istifadə edeceğim. Sonda içərisinə nə qədər un getdiyini deyəcəm. İndi isə heç vaxt ötürmədən keçək şirniyyatın hazırlanmasına. Mən şirin qoğal edəcəm. İçliyini də hazırlamışam. İçliyini də deyim sizə. Hardasa 500 gram ləpəyə qoz fındıq qarışıq etmişəm. 500 gram ləpəyə 400 gram şəkər tozu istifadə etmək lazımdır. Əgər çox şirin sevmirsinizsə 50 gram da azaldın, 350 gram şəkər tozu istifadə edin. İndi keçək şirniyyatın hazırlanmasına. Gəlin. Mən belə bir qab götürdüm. Çünki 2 kiloya yaxın içərisinə un əlavə edib yoğuracağam. Böyük olsun deyə belə bir qab götürdüm. Həm də bunda tez xəmir gəlir özünə. Keçək hazırlamağa. Südü əlavə edirəm, isti süddür. Suyu əlavə edirəm. Şəkər tozunu əlavə edirəm. 1 xörək qaşığı şəkər tozu var burada. Mayanı əlavə edirəm. 1 paçka maya əlavə edirik. Hardasa 1 xörək qaşığı. Un əlavə edirəm. 1 stəkan un, 2 stəkan un, 3 stəkan un, 4 stəkan un, 5 stəkan un, 6 stəkan un əlavə edirik. Artıq əlavə etmirik. Digər ərzaqları içərisinə əlavə edirəm. Deməli, duz əlavə edirəm. Yumurta əlavə edirəm. Yumurtanın 3 ədəd sarısını əlavə edirəm. 200 gram xama əlavə edirəm. Fərqi yoxdur yağlılığı. Və yağ əlavə edirəm. Otaq temperaturunda olan 200 qramlıq yağdır. Kərə yağından istifadə etdim. Və içərisinə çox az sarı kök əlavə edirəm. Heç gözlətmədən xəmiri qarışdırıram, yoğururam. Yağı azacıq əridib də əlavə edə bilərsiniz. Otaq temperaturunda olduğu üçün mən əritməyə ehtiyac görmədim. Yaxşıca qarışdırırıq. Xəmiri yoğururuq. Sonda qeyd edəcəm neçə stəkan un getdiyini. Nə qədər yaxşı yoğursaq, şirniyyatımız bir o qədər gözəl alınacaq. 9 stəkan un əlavə etdim. Birini də kənara qoydum və xəmir yoğururam. Sonuncunu, yəni 10-cu stəkanı əgər lazım olsa az-az əlavə edib xəmir yoğurun. Xanımlar, xəmirin içərisinə nə əlavə etməyi unutmuşam? 1 qaşıq sirkə əlavə etməyi unutmuşam. 1 qaşıq alma sirkəsi əlavə etsək çox daha gözəl xəmir alınacaq. Bunu mütləq əlavə edin, unutmayın. Sonda ümumi xəmiri yoğurmaq üçün 11 stəkan undan istifadə etdim. Xəmiri yoğurdum. Baxın, belə yumuşaqlıqda bir xəmir alındı. Nə bərk, nə də ki boş xəmir deyil. Çox gözəl xəmirdir. İndi bunun üzərini bağlayacağım, qoyacağım 1 saat, saat yarım. Baxın, yəni acıyana kimi, qalxana kimi, şişənə kimi bu qalmalıdır. Xəmir artıq gəlib. İndi xəmiri kündələyirəm. Baxın. Baxın necə ayrılır özü qabdan. Ona görə bu qabda yoğurdum. İlk öncə
Azacıq un əlavə edirəm. Xəmiri bura əlavə edirəm. Görün nə gözəl xəmir gəlib. Forma verirəm. Forma verib indi kəsəcəm. Forma verib kəsirəm ki, kündələr eyni boyda alınsın. Bir də çəkməyə ehtiyac qalmasın. Kündə formasını verirəm. Bir neçəsini bu qabın içərisinə yığıram. Xəmiri kündələdim, qoydum kənara, kündəyə gəlsin. İndi isə qatları yağlamaq üçün yağ əridirəm. Yağı qoydum qazanın içərisində, qazın üzərinə və içərisinə əridikdən sonra 3-4 xörək qaşığı duru yağ əlavə edirəm. Dəzgaha un əlavə edirəm. Özünə gəlmiş xəmiri, daha doğrusu kündəni əlavə edirəm və yuxular açıram. Kündələrin hər birini yuxa formasında açıram, dəzgahın üzərinə əlavə edirəm, kənarlarından ehmalca tutub dartıram və kütləni böyüdürəm. Yenidən digərini üzərinə əlavə edirəm. Yuxaların hər birini bu formada açdım. Deməli burada 16 yuxa açdım, yağladım hər birini. İndi isə keçirəm kəsməyə. Göstərim sizə necə bükəcəm. Belə səni görə yenidən göstərirəm. Qeyd etdiyim kimi ləpəni öncədən hazırlamışam. 500 qram ləpəyə 400 qram şəkər tozu əlavə etmişəm. Bükdüyüm yuxaları bu formada üzərindən oyuq açıram. İçərisini ləpə ilə doldururam. Ardasa 2 çay qaşığı yarım içərisinə ləpə getdi. Ləpəni içərisinə əlavə edirəm. Kənarlarından qaldırıb boğça kimi bükürəm. Tərs çevirirəm, kənarlarından yenidən bastırıram ki, bişirdiyimiz zaman qoğal formasını gözəl alsın. Burada göstərirəm necə etdiyimi. Hər birinin içərisini doldururam, qoyuram süfrənin altına, xəmiri 40 dəqiqə 1 saat gözlədirəm və üzərinə yumurta çəkib qoyuram bişməyə. 2 yumurta sarısının içərisinə 1 qaşıq süd əlavə edirik, yaxşıca qarışdırırıq və qoğalın üzərinə sürtürük. Xanımlar, qoğalların artıq içərisini doldurdum, yığdım, baxın. Qoydum mayalansın. Bəziləri mayalanıb, onları isə indi yığacam soba listinə, üzərinə yumurta çəkib qoyacam bişməyə. Baxın nə gözəl olub. Baxın xanımlar, artıq bu ponçiklər mayalanıb. İndi bunları qoyacağıq soba listinə və qoyacağıq bişməyə. Görün necə gözəldir. Məndə soba listi böyükdür, ona görə də 8 ədəd sığdı. İndi üzərini yumurta və süd qarışımı ilə qarışdırıb üzərinə çəkəcəm. Üzərindən də zövqə görə çörək əlavə edə bilərsiniz. İndi yumurtalı qarışım baxın, bu cür olmalıdır. Üzərinə çəkirəm.
Kızlar, gözəlliyə baxın. Gözəlliyə baxın. Görün necə gözəl bişibdir. Heç siz belə qoğal bişirə bilirsiniz. İndən sonra bişirə biləcəksiniz çünki resepti sizlərlə paylaşıram. Çox dadlı, ləzzətli, görüntüsü möhtəşəm qoğallarımız alındı. Xırçıltısını sizlərə göstərirəm. İçi də pambıq kimi. Xanımlar, bu ikinci listi bişirdim. Artıq birinci listi yeyiblər. Bura yığmışdım dəsmalın üzərinə. Bu yağ ləkəsidir, fikir verməyin. Qoğaldan olan yağ ləkəsidir. Listin biri artıq yoxdur. İsti-isti yedilər. Həqiqətən də çox möhtəşəm, xırçıltılı bir qoğal alındı. Bu reseptlə hazırlayın. Əminəm ki, sizdə də belə alınacaq. Mən sizə niyə göstərmək istəyirəm? Baxın xəmirə. Sanki Napolyon xəmiridir. Çox gözəldir. Videonu burada sonlandırıram. İnşallah gələn videolarda görüşərək. Əgər bəyəndinizsə mütləq abunə olub like atın. Abunə olun ki, gələn videolarımdan xəbərdar olasınız.